Bəli, xəbəriniz olsun, küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər də cərimələnəcək. Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, toptan və pərakəndə satışı və istifadəsi də qadağandır. Nə qədər cərimə nəzərdə tutulur? Qanun nə vaxt qüvvəyə minəcək? Ətraflı sıradakı sujetimizdə. Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən cərimənin məbləği 30 manat olacaq. Qadağan edirlərsə, lap yaşlı gənclərimiz də ondan istifadə eləməyəcəklər. Çox ziyanlı bir şeydir. Xəstəliklər yaradır. Elektron siqaretlərin yığışdırılması çox gözəl tədbirdir. Qeyd edək ki, tütün və tütün məmulatı haqqında qanuna edilən dəyişikliyə əsasən aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, toptan və pərakəndə satışı və istifadəsi qadağan edilir. İctimai yerlərdə elektron siqaret çəkənlərlə yanaşı satanlar da cərimə olunacaq. Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, toptan və pərakəndə satışına görə, əməllərə görə inzibati xəta kimi bu əməllər müəyyən olunur və fiziki şəxslərdən 350 manatdan 500 manatadək, vəzifəli şəxslərdən 1650 manatdan 2200 manatadək və hüquqi şəxslərdən 4000 manatdan 5000 manatadək cərimə edilməsi nəzərdə tutulur. Paytaxt küçələrində isə hələ ki elektron siqaretin satışı davam etdirilir. Satıcılar bildirir ki, yaxın günlərdə satış dayandırılacaq. Aprelin 1-dən də vitrində də olmayacaq, satışda da olmayacaq. Qiyməti neçədir? Hər qiymətə var. Tuturam 10 manatdan tuturam ta 30 manata kimi. Qiymətlər neçədən başlayır? 25-dən. 25 manatdan başlayır. Satışı qadağan olması hələ bir söz deməyirlər. Qeyd edək ki, Milli Məclisdə birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə cərimələrin aprelin 1-dən tətbiqi nəzərdə tutulur. Elşad Bayramoğlu, Amil Əliyev, İsmail Əmirli, ATV Xəbər.